Nə qəşəng, nə gözəl. Şəhərin səs-küyündən uzaq. Vermişəm özümü Mərdəkanda, sakit bir yerdə qəşəng. 5 sotun içində ev sizə çəkib göstərirəm. Ekrana yaxın əyləşin. Deməli, evimiz həm yola yaxındır, həm də ki, evimizin, indi baxırsınız həyətinə, bir dənə də balaca bir sekreti var. Nədir? Deyəcəm. Deməli, bax, bura giriş qapısıdır. Pultla idarə olunan qapı. Üstü bağlıdır. Avtomobili saxlayırsınız orada, üstü bağlıdır. Nə yağış, nə qar, nə külə, heç nə avtomobilinizə ziyan dəyməyəcək. Yormuram sizi. Evimizin start qiyməti 370 min. Gəl. Hörmətli izləyicilər, yormayacam sizi. Qiymətini də bəri başdan deyirəm. 390 min. Start qiymət. Yəni başlanğıc qiymət. Belə güllər əkilib. Burada da bax belə yaşıl zona. Həyətin işıqlandırması var idi. 5 sotdur ya. 4 yataq otağı, 1 qonaq otağı. Hovuzumuz var. Yay mətbəximiz var. Mətbəx mebeli də yığılıb. Böyük evdir, özünüz görəcəksiniz. Amma bir dənə evimizin bir özəlliyi var. Onu çəkib sizə göstərəcəm. Mütləq göstərməliyəm. Baseyn də burada da belə bir duşu var. Yəni baseynlə çıxdınız, duşda yaxalandınız. Yay mətbəxi, divanı, stolu, hər şey var idi. Burada oturub dincəlmək üçün qamakı. Özəlliyini göstərdim sizə. Çox nadir halda evlərdə belə bir zirzəmi olur. Getdik. Bax, bir dənə bu özəlliyi mən sizə mütləq göstərməliyəm. Gəl. Evimizin zirzəmi. Ev monolitlidir, beton monolitli görürsünüz. Yəni, ev və qədər də burada aşağıda, yəni elə bir ki, evdir də bir. Buranı da remont elə, nə istəsən elə burada. Tavan hündürlüyü 280-dir. Bax, görürsünüz. Köməkçi sahibi 2, 3, 4, 5. 5 otaq. İndi işıq ora çəkilməyibdir, amma nə istəyirsiniz burada eləyə bilərsiniz. Bir ev qədər də ev, evin altında. Yəni, bu özəllikdən mən sizə danışırdım. Qalxaq, gəl. Gedək, gəl. Bura mətbəxdir. Mətbəxdən də çölə çıxış var. Əsas giriş qapısı. Buyur. Giriş isə tavan hündürlüyü qodur. 4 metr rahat var. Krem rəngdədir divar. Burada bir dənə dolab yığdıracağız. Qonaq otağına baxaq. Futbol meydançası. Böyüdür. 4 metrdir tavan hündürlüyü. Mətbəxinə baxaq. Mətbəx mebeli də yığılıb. Aşağısı salat rəngdə, yuxarısı ağ. Bura bax. Buradan qapı da var. Şöyle çıxmaq da var. Gedək yataq otaqlarına baxaq. Siyah rəngdə belə qapıdır. Hansı tərəfdən başlayaq? Başlayaq buradan. Bu birinci yataq otağı. Həm isti poldur, həm də radiatoru var. Bu ikinci yataq otağıdır. Və burada əlavə belə bir perqarotkadır. Burada bir dolab yığdırırsınız. Burada sanuzeldir otağın içində. Ev çox genişdir. Böyük ailələr üçün, genişliyi sevənlər üçün bu ideal evdir. Bu üçüncü otağıdır. Ən balaca otağa bax, bu otaqdır. Haradasa 4-ün 3-ə. Və sonuncu 4-cü yataq otağı bax, bu otaqdır. Aboylar rüvəyə açan. Bu da ümumi sanuzeldir. Deməli, evimizin içində
2 dənə sanitar qovşağı var. Biri bu yataq otağında, biri də ümumi. Zirzəmi də ki, maşallah zirzəmi. Gəl mətbəx tərəfdən çıxaq. Buyur. 390 min. Təbii ki, aşağı yeri olacaq, sənədlər qaydasında qupça çıxarışdır. Bu günə bu qədər, sağ olun, minnətdarım.